Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Bugün biz FES Akademi olaraq sizlərə motivasiya xarakterli, əvvəlki illərdə uğur qazanmış müdavimlərimizdən, yəni indi artıq onlar müəllimdirlər, onlarla bərabər podkast təqdim edəcəyik. Bugünkü qonağımız 2024-cü ildə 100 baldan 95 bal toplamış Ayşən Əliyevadır. Xoş gəlmisən Ayşən. Hoş geldin. Sağ ol. Necədir vəziyyət Ayşən? İstədik Yaxşıdır. bugün bir səmimi podkast olsun, rahat ol və bundan əvvəlki podkastlara baxmamısan, mütləq Ağabəli İsamədin YouTube kanalına daxil olun və orada izləyin. Bu podkastların niyyəti sizlərdə özgüvən yaratmaq və uğur qazanmış müdavimlərin nə formada dərs oxuduqlarını, hansı formada çalışdıqlarını öyrənmək və sizə daha da bir fayda vermək üçün bu videoları sizlərlə paylaşırıq. Bugün bizim yanımızda bir nəfər müəllimə də var. Bu müəllimə adı Fidan müəllimədir. Fidan, siz də burada verilişin içindəsiniz. Hər vaxtınız xeyir olsun. Bəli, bugün gəlin birlikdə Ayşən Əliyevanı tanımağa başlayaq. Bəli. Əsas niyyətimiz Ayşən və 4-cü kursu bitirən kimi məktəbə artıq qəbul olub və məktəbdə müəllim kimi fəaliyyət göstərir. Hansı məktəb idi? Heydər Əliyev adına lisey. Heydər Əliyev adına lisey. Buradan onun bütün kollektivini və başda direktor olmaqla salamlayırıq. Və Ayşən kimi bir müəllim olduğuna görə şagirdləri həqiqətən də çox qürur duymalılar ki, bizim belə savadlı, gənc müəllimimiz var. Əsas da həvəsli və burada əsas məsələ odur ki, yəni yaş önəmli deyil. Elə 55 yaşda, 60 yaşda bizim müdavimlərimiz olub ki, sertifikasiya hazırlaşan, onların həvəsi gənclərdən də çox olub. Yəni bizim burada niyyətimiz odur ki, sırf müəllimlərin dəyərini göstərmək və onlara olduğundan da daha dəyərli hiss elətdirməkdir. Çünki müəllimlər bizim cəmiyyətimizin dəyərli üzvləridir. Əsas məsələ budur ki, Ayşən, sən 4-cü kursu bitirən kimi məktəbə qəbul oldun, istədiyin yerə və necə oldu proses, necə hazırlaşdın, çətinliklər nə idi, 4-cü kursdan birbaşa imtahan verməkdə nə problemlər yarana bilər və yaxud da xoş tərəfləri nədir, bunlar haqqında danışa bilərsən. Təbii ki, mən 4-cü kursda bütün tələbələr kimi mənim də öz gələcəyimlə bağlı çox fikirlərim var idi. Miqə mi hazırlaşım, magistraturaya mı hazırlaşım, yoxsa hər ikisini birdən mi eləyim, yoxsa heç birini eləməyim, özümə bir istirahət mi verim? Sonunda belə qərara gəldim ki, hətta bir ara magistrla bir paralel şəkildə də hazırlaşmaq istəyirdim. Dekabra qədər hazırlaşırdım hətta. Sonra fikrimi dəyişdim ki, yox, mən magistraturanı hazırda istəmirəm və MİQə yönəldim ki, 4 il ərzində oxuduğum ixtisası indi artıq praktiki olaraq həqiqətən təcrübədə də həyata keçirmək istəyirdim. Ona görə MİQ üzrə davam etdim. Və bu yolda da təbii ki, həmin vaxt bizim semestr imtahanlarımız, praktika, təcrübə günlərimiz, diplom müdafiəsinə hazırlaşmamız çox işlər olurdu. Vaxtımız olmurdu ki, hazırlaşaq və mən də həmdən bir peşəkar axtardım ki, özümə mənə bir sistemli bir yol qursun ki, mən o prosesin içində, o vaxtların içində özümə bir MİQ üçün də vaxt ayıra bilim. Həmin vaxtda təbii ki, sizə müraciət edirəm. Peşəkar biz oluruq, Bəli. Xəbəri yoxdur. Yəni orada sırf mənə sadəcə mövzuların izahı yox, imtahanda mənə mövzular necə düşəcək, hardan başlamalıyam, nəyi necə oxumalıyam, hansı sınavları işləməliyəm deyə bir plan lazım idi. O planı da sizlərlə birlikdə tapdım və rahat-rahat da hazırlaşdım. Yəni elə bir çətinlik çəkmə. Bir daha təbrik edirəm səni və buradan onu xatırlatmaq istəyirəm ki, yəni ola bilər siz bizim ödənişsiz müdavimimiz də ola bilərsiniz, ödənişsiz dərslərimizə baxaraq da uğur qazana bilərsiniz. Niyyət burada sırf yəni Saməddin mənim dərslərinə qoşulsam mən ancaq qəbul olacağam. Yox, bizim dərslərimizə qoşulub uğur qazanan da var, uğur qazanmayan da var. Buradakı məsuliyyət təkcə müəllimin üzərində deyil, həm də dərsə qoşulan müdavimin üzərindədir. Təbii ki, burada savadla yanaşı şans da rol oynamalıdır. Hər şeydə, yəni həmin il həm bəxtiniz gətirməlidir, həm savadınız olmalıdır. Yəni ikisi bir arada olmalıdır ki, birləşib ortaya belə bir nəticə çıxmış olsun və bizi sevindirir ki, Ayşən universiteti bitirən kimi artıq işə qəbul olub. Bir çox, yəni bütün demək olar ki, hər kəsin arzusu budur ki, qəbul olmaq üçün mən universiteti bitirim. Amma yenə deyirəm, bunu hər podkastda vurğulayıram. Elə müdavimimiz var ki, 4-cü ildən, məsələn 2025-ci ildə buna hədəf edəcəm. Fidan Cəmaləddinova məsələn 4-cü ilində özü də bildirib ki, artıq mən əvvəlki illərdə istədiyim balı yığmamışdım, 80, 85 və s. Axı 4-cü ildə istədiyim 95 balı yığmışdım da 2025-ci ildə misalsız və istədiyim məktəbə qəbul olmuşdum. Yəni burada videonu izləyənlər arasında 5 ildə imtahana hazırlaşan da ola bilər, MİQ imtahanına və yaxud da sertifikasiyadan 1-ci ildə uğursuz olanlar da ola bilər. Hər kəs ola bilər. Niyyət odur ki, əsas odur özündə
güvən formalaşdırır. Çünki insan bir şeydə bir dəfə uğursuz olanda bu insanın içərisində var. Öz güvəni qırılır. Elə bilir ki, bir dəfə alınmadı, bir daha bacarmayacağam. Xeyr, elə deyil. Həyat davam eləyir və hər zaman öz ayaqlarınız üzərində durmağı bacarın, özünüzə güvənin. Ən çox məsələ, yəni bu podkastımızın da yanvara yaxın aylarda çəkilməyinin niyyəti odur ki, bizi izləyən 4-cü kurs müdavimlərimiz var. Hazırda kursumuzda aktiv, yəni yüzlərlə 4-cü kurs müdavimi var və bu müdavimlərə yanvar ayı üçün bir məsləhət lazımdır ki, necə eləyək? Bəziləri deyir, məsələn, mən istəyirəm dərsi dayandırım. Bəziləri deyir ki, nə bilim, istəyirəm filan yanvara təzədən başlayım və s. Yəni çünki sentyabrdan qoşulan müdavimlər var ki, əziyyət çəkiblər. Oktyabr, noyabr, dekabr olsun. Əvvəlki aylarda qoşulurlar, bu neçə ayda əziyyət çəkiblər. Proqramın demək olar ki, yarısından çoxunu keçiblər, amma indi qarşılarında heç vaxt qarşılaşmadığı bir situasiya yaranır və o situasiyanı sən əvvəlki illərdə qarşılaşmısan və öz dəyərli məlumatlarından bizim dəyərli müdavimlərimizə verə bilərsən. 4-cü kurslara məsləhətim ola bilər ki, təbii ki, o dövr çox qarışıq bir dövrdür. Yəni çətin gələ bilər sizə. Amma nə qədər erkən başlasalar, nə qədər dərslərə ən azından yarım saat, 1 saat vaxt ayırsalar, onlar üçün daha yaxşı olar. Çünki birdən-birə yanvarda qoşulmaq, fevralda qoşulmaq vaxtla yarışmış olacaqlar həmin vaxtda artıq imigə az qalıb deyə öz səhvləri üzərində yetəri qədər işləyə bilməyəcəklər. Amma nə qədər erkən başlasalar öz səhvləri üzərində rahat-rahat işləyə biləcəklər. Məqsəd tam imtahana hazırlaşmaq yox, öyrənmək də ola biləcək burada. Yəni ona görə necə deyim, vaxt olaraq yanvarda, fevralda hazırlaşmaq onları daha çox stressə salacaq həmin dönəmdə. Yəni bu əvvəldən hazırlaşan müdavimlər ki var, məsələn onlar sentyabrdan başlayıblar. Yanvar ayında məsələn bir var sıfırdan yanvarda qoşulasınız. Bir də var ki siz artıq onsuz da 4 ayda, 3 ayda bu proqramı mənimsəməyə başlamısınız. Və bunu yanvar ayında məsələn 10 illik təcrübəmə əsasən deyirəm ki, hər il 4-cü kurslardan bəziləri saxlayırlar yanvar ayında, bəziləri isə davam edirlər. Burada niyyət yəni kursda sizi saxlamaq deyil, yəni bunu ödənişsiz şəkildə də davam edə bilərsiniz. Əsas məsələ odur ki, insan adi semestr ərəfəsində hamımız yaşamışıq da, elə bilir ki, o ay ona 1 il kimi gəlir. Həqiqətən o qədər böyük bir şey gəlir. Çünki ən axırıncı 4-cü kursun ən sonuncu semestridir və bundan sonraki ancaq təcrübə qalır. Orada imtahan yoxdur. Adətən universitetlərdə belə olur, diplom müdafiəsi falan olur və həmin semestr imtahanı ona çox uzun gəlir. Hətta 15 gündə fevral ayında bir özünə istirahət verir və bir ay yarım sonra fevral bitir, mart başlayır, martda başqa dərdlər, Novruz bayramı və s. Aylar görür ki, imtahanda bir ay qalır və o adam hələ də toparlaya bilməyib o sistemi. Amma burada bir alternativ də var ki, siz artıq onsuz da bu yola girmişsiniz və aylardır, həftələrdir, günlərdir hazırlaşırsınız. Yanvar ayında da ən azı bir sistemi ilə qururuq ki, canlı dərslərə baxaraq da siz bu hissədə, yəni uğura doğru gedə bilərsiniz. Bir var təmiz kökündən keçəsiniz. Onsuz da heç kəs günün 24 saatı imtahana hazırlaşmır da. Yəni sizin bir boş vaxtınız da olur. Bir yarım saat da olur. Həftədə 2 dəfə 1 saat ayırmaq məncə həftədə 2 dəfə 1 saat böyük bir ədəd deyil. Yəni bunu istəsəz ayrı edə bilərsiniz. Bazar günü səhər yuxudan 1 saat tez oyanın və onu ayırın riyaziyyata. Şənbə günü 1 saat gec yatın, onu ayırın Azərbaycan dilinə və s. Bu şəkildə davam edərək siz daha yaxşı nəticə əldə edə bilərsiniz. Çünki təcrübə dönəmi başlayandan sonra nə universitetdə qərarlaşmayacaqsınız, nə təcrübə məktəbində və arada o yolda sizin vaxtınız da çox gedəcək və bu sistemsizlik sizi stresə sala bilər. Firəm mənim sualları varsa o da buradaymış. Bəli, bəzən müdavimlər elə özü mənə birbaşa yazır ki, müəllim, qrammatika sualları asan olur, siz elə birbaşa mənə mətn suallarını işlədin. İndi görək Ayşən həmin müdavimlərə nə tövsiyə edə bilər? Təbii ki, qrammatika sualları asan olur, amma mən deyə bilərəm ki, mən imtahanda səhv etdiyim bir sualın özü də qrammatika sualı idi. Mətn suallarının heç bir səhvim çıxmamışdı. Qrammatik sualda necə səhv olub onu da deyə. Fidan müəllimənin bizə dəfələrlə işlətməyinə baxmayaraq, mən yenə orada bir diqqət sərf etmişdim. Həmin sualı heç unutmaram. Bizdən morfoloji təhlilə aid düzgün cavabları soruşurdusa, mən fonetik təhlilə aid düzgün cavabı da götürmüşdüm. Burada nıs Beləliklə 20 sual yazacağım yerdə 19 sual yazmış oldum. Bəli, mən həmişə müdavimlərimizə bildirirəm ki, sizin heç vaxt heç yerdə görmədiyiniz sual tipinin səhv yazmağınız heç vaxt sizin yadınıza düşməyəcək. Amma sizin diqqətsizliyiniz, səhviniz, ay bunu mən necə səhv yaza bilərəm səhviniz ömür boyu yaddan çıxmayacaq. Bariz nümunə Ayşəndir. O səbəbdən siz Ayşənin elədiyi səhvləri eləməyin deyə diqqətsizliyinizi bir kənara buraxın. Bəli, ona görə düzdür, həmin il mükafat böyük qoymuşduq, maşın hədiyyəsi qoymuşduq. Yaxşı ki, 100-dən 95 yığdın Ayşən. Olsa 100 yığsaydın da bu məktəbi yazacaqdın, 95 yığsaydın, yəni bu sənin qismətində bir dəyişiklik, amma mənim bövrəklərimdə dəyişiklik olacaqdı və bövrəyimi satıb sənə bir maşın almalıydım. Ona görə təşəkkür edirik ki, 95 balla
Yəni sadəcə pul mükafatından Mən burada təşəkkür bizi edirəm müəllim. təbii ki, zarafatı inşallah ki, növbəti illərdə o 100 balın sahibinə o məbləği İnşallah. verərik. Bu arada bizi izləyənlər arasında məbləğlərdən, yəni bizim mükafatlardan xəbər olmayan müdavimlər var. Əgər siz hər üç fəndən FES Akademiyasına hazırlaşırsınızsa və MİQ imtahanında 100 bal yığacaqsınızsa, yığmısınızsa, yəni bundan sonraki hissələrdə 100 bal yığan müdavimizə 33.333 yazayım pul mükafatı təyin eləmişik. Həmin ili, yəni siz 100 bal yox da Respublika birincisi olsanız, bu zaman 3333 yazayım pul mükafatı sizi gözləyir. Amma Respublika birincisi ola bilmədiniz, canınız sağ olsun. Ən azı FES Akademi birincisi olsanız, 2222 yazayım pul mükafatı sizi gözləyir. Həmçinin 90 və 90-dan yuxarı yığan istənilən bizlə hazırlaşan MİQ müdavimlərimizə 500 yazayım pul mükafatı hədiyyə veririk. Əlavə olaraq da sertifikasiyaları da unutmadıq. Düzdür, sertifikasiya müəllimlərimiz yetəri qədər savadlıdırlar. Onsuz da onların hamısı inşallah imtahandan keçəcəklər Allahın köməyi ilə. Və onlar arasında maksimuma, yəni 60 bal yığan bütün sertifikasiya müdavimlərimizə, müəllimlərimizə 500 yazayım pul mükafatı təyin etmişik. Bunu da dedik ki, sizə motivasiya olsun. Buyurun müəllim, sual verin. Siz bəs mətnləri, hərə öz sualını verir. Siz bəs mətnləri işlədiyiniz zaman nə kimi çətinliklər görürdünüz və bu çətinlikləri kimlə bölüşərək həll edirdiniz? Tam səmimi olaraq cavab verərsiniz. Mən ən çox imtahana hazırlaşdığım dövrdə də mətnlər üzrə işləyirdim daha çox və burada mənə çox köməklik edən, bütün suallarıma cavab verən, yəni hətta bezdirdiyim bir müəllim var idi ki, orada Nərmin müəllim idi. Onun da adını çəkmək istəyirəm, onda salam bildirmək istəyirəm. Azərbaycan Dövzə mentor müəllimimiz. Üzərimdə çox əmək oldu. Demək olar ki, mətnlərdən hər biri əziyyəti çəkən Nərmin müəllimdir. Hətta bu kitabı da biz ikimiz birlikdə yazmışıq. Yəni Ayşən də inşallah ki, bu kitabdan da istifadə edərəkdən o belə deyək, bütün mətnləri səhvliklə, hər tərəfli başa düşərək tətbiq etməyi bacarıb. Əla, çox gözəl. Və hazırda istədiyin məktəbdə işləyirsən, 4-cü kursu bitirən kimi, yəni bu həqiqətən böyük uğurdur. Maşallah gözləməsin, inşallah evə sağ-salamat çatarsan. Evə çatanınızda xəbər elə, videonun da işləyəcəyik. Bundan əvvəlki müdavimlərimizə də bunu demişik. Təbii ki, zarafat da bunlar. 4-cü kursu bitirən kimi hər kəsin arzusudur. Yəni 4-cü kursu izləyən müdavimlərimizin. Təbii ki, biz hamısını video çəkmişik. Bizi izləyən, məsələn, girib Instagram hesabımız var, MİQ-FES Instagram hesabı. Həm orada verdiyimiz mükafatları görə bilərsiniz. Bəzən inanmırlar, deyirlər ki, hər şey sözdə deyirsiniz, mükafat verməyəcəksiniz. İzləyə bilərsiniz verdiyimiz mükafatlar. Mükafatı alan bir insanın özünü də hazırda görürsünüz. Bizə ziyan vurur, amma olsun, xoş bir ziyandır. Və istədiyimiz odur ki, bütün universiteti bitirən kimi həmin o 4-cü kurslar istədiyi yerinə işlə təmin olunsun. Təbii ki, burada indi problemlər ola bilər, vakansiya məsələsi, başqa məsələlər. Amma hər il yüksək bal yığıb da uğur qazanan müdavimlər olur. Və MİQ-də bunu deyir ki, 90 bal və 90-dan yuxarı yığanlar, bu Bakı şəhəri üçün aiddir. Bölgələrə yeniden 44 balla da bölgəyə düşən müdavimimiz vardı. Onu da paylaşmışıq Instagramda. Bu dəyişkəndir. Yəni kimsə yüksək yer istəyirsə, və Şəbnəm soyadı adından çıxıb Şəbnəm müəllimə salamlayırıq buradan. 44 balla hansısa bir məktəbə ibtidai müəllimki düşüb. Və bu demək deyil ki, hər 44 yığan düşəcək. Oranı heç kəs yazmayıbsa və yaxud da kimsə getmək istəmirsə, o müəllim gedib oradakı şagirdlərə təhsil verib savadlı olaraq onlara məlumat vermək istəyir. İndi siz əgər şəhərin ən yaxşı bir məktəbində işləmək istəyirsinizsə, 20 nömrə məktəb, Heydər Abadında lisey və s. başqa böyük, yəni şəhər mərkəzində olan məktəblərdə işləmək istəyirsə, təbii ki, burada ən yaxşısı olmalısınız ki, orada gedib istədiyiniz yerə işləyə biləsiniz. Burada MİQ imtahanında bal yığmaq təkcə savadla əlaqəli deyil. Ayşənin savadı var, ona söz yox. Ayşənin savadına yanaşı həmin il şansı da olub və Allahın köməyi ilə gedib o balı yığıb bir daha təbrik edirik və sağ əlin inşallah ki 95 bal arzulayın və daha artığını arzulayın. 100'ü çox deyə bilmirəm. 100 bal ürəklərimdən, amma ürəklərimdən narahatam, amma qalan 95'dir, 98'dir və s. balları inşallah ki hər biriniz toplaya bilərsiniz. Və gələcəkdə sənin sertifikasiya imtahanı gözləyir. Düzdür, o imtahana yəni hazırlaşmasan belə o imtahandan keçmirsən, amma bunu bilin ki, hər bir müəllimin öz üzərində işləmək borcudur. Yəni biz bu təlimi veririk, amma mən belə öz üzərimdə bu gün işləyirəm. İstər süni intellektin, yəni yeni dövrdə, yəni süni intellekt çıxıbsa onu mən də öyrənməliyəm. Yeni müəllimlər də öyrənməlidir. Nə bilim hansısa bir qrafik dizayn olsun, nə bilim başqa bir məsələ olsun, hansısa bir proqramlar olsun. Siz bunları öyrənməlisiniz. Məsələ təkcə riyaziyyatda öyrənmək deyil. Hə, riyaziyyat məhduddur, tutaq ki, ibtidai sinif üzrə filan qədərdir. Bundan o tərəfə keçməyəcək. Amma biz onu necə tətbiq edək, necə öyrədək, bu sahələr üzrə üzərimizə çalışmalıyıq ki, hər zaman mükəmməl müəllim ola bilək. Buyurun Fidan, gülürsüz nəsə. Qəşəng sual tapdım. Bir gün içində nə qədər dərsə vaxt ayırırdınız? İstər riyaziyyat, istər ana dili?
Dedim ki, mən bunu əvvəlki danışığımızda demişdim ki, mən bir günü bir fənnə ayırırdım. Amma 4-cü kurs çox qarışıq bir dövr olurdu. Bəzən olurdu, ümumiyyətlə bir fənnə heç vaxt ayırmırdım. Yəni açıq danışmaq lazımsa vaxt tapa bilmirdim. Amma həmin vaxt artıq plandan geri qalmırdım da. Mən o gün eləmədiyim dərsləri digər gün həm Azərbaycan dilinə vaxt ayıranda o dərsi də ona qatırdım. Yəni hər gün 1 saat hazırlaşırdım. Bugün 1 saat hazırlaşmadımsa, gələn dəfə 1 saatın üzərinə yenidən 1 saat əlavə edirdim. Onu 2 saat edirdim. Yəni balanslaşdırmağa çalışırdım. Bəli, həftəlik öz planımı reallaşdırmağa çalışırdım. Əslində yaxşıdır və bu Ayşən xanımın sistemidir. Siz öz sisteminizi qurmağa çalışın. Qarşınızda vaxt da var. Yəni baxın görün bir günə bütün fənləri mi oxusaz yaxşıdır sizin üçün, yoxsa hər günə bir fən salmaqmı? Bu insana görə dəyişir. Məsələn, mən sizə məsləhət edirəm ki, durun səhər 6-da dərs oxuyun. Elə müdavim var ki, mən gecə oxuya bilirəm. Yəni mən şəxsən özüm abituriyent olandım, mən də gecə oxumaq oxuyuram. 6-da heç vaxt durub yuxudan dərs 6-da durub xaş yemiyorlar ancaq. Yəni dərs oxumaq çətin olur. Amma bu müdavimə görə dəyişir. O demək deyil ki, hər kəs durub gecə oxumalıdır və s. İnsana görə dəyişir və öz sisteminizi özünüz qurmağı bacarın. Bir də son sualı verəcəm. Ümumi sınaqlar təşkil edirdik. O sınaqlardan nəticə təxmini necə olurdu? Yəni uyğun mu olurdu, yoxsa aşağı mı olurdu, yuxarı mı olurdu? Yox, aşağı olmurdu. Mən 80-90 arası olurdu həmişə. 90-ı keçdiyim də bir dəfə olmuşdu, səhv eləmirəmsə. Bizim sınaqlardan. Bəli, Amma imtahanda 95 amma imtahanda daha yüksək nəticə oldu. Bəzən tərsinə olduğunu deyir müdavimlər ki, məsələn də əvvəlki illərdə bəlkə də ola bilər. Məsələn, 5 il əvvəl müdavim deyir ki, mən sizin sınavda 80 yığıram. Məsələn, gəlib orada niyə 70 yığdım və s. Burada bir məsələ var ki, sən evdə sınaq işləyəndə rahat sınaq çox işləyirsən. rahatdır. Səhv olsun çay da. içsən, səni sıxan yox, kəsən yox, beynində problem yox. Amma imtahanda rahat sual bir adamın gözünə çətin görünə bilər. Bu normal prosesdir, hər kəsdə. Kim imtahan olur olsun, ən savadlı da, ən savadsız da həyəcan gəlir də. Əksinə savadlının daha çox həyəcanı olur ki, məndən gözlənti çoxdur. Yəni mən illərdir universitetdə yaxşı oxumuşam. Bütün qohum qardaş bilir ki, mən yüksək bal almışam. İndi gəlib bir imtahanda zəif yığsam necə? Yəni o adam daha çox qorxur. Hətta imtahana girmədən əvvəl sən 90 keçərsən. Yəni bir məsuliyyət gəlir. Amma yəni burada biraz məsələ sənin həyəcanındır. Ona görə sən indi Ayşən bildirir ki, düzdür, biz sınaqlarımızı elə eləyirik ki, bəzi sınavımız imtahandan çətin də salırıq. Bəli. Bəzi sınavımız imtahan səviyyəsində olur, bəziləri imtahandan da rahat olur. Yəni burada motivasiya da var, öyrədici də var, səni ən böyük potensialı yoxlamaq da var. Təkcə bir növ sınaq işləmirik ki, özünüz görürsünüz dərslərdə rahat, orta, çətin, imtahandan da çətin və biz dərslərimizdə sizə çalışırıq ki, ən çətin imtahan olacaqsa əgər, nə vaxtsa ən çətin, o imtahanda belə yaza biləsiniz. Çünki bilmək olmaz da sabah başımıza nə gələcək. İmtahan rahat olar, lap yaxşı. Hamı çıxıb təşəkkür edəcək. Deyəcək, nə yaxşı müəllim, siz bizə qat-qat çətin öyrətdiniz. Məsələn, 2025-də çıxan müdavim bu dəqiqə deyir ki, müəllim, sağ olun, siz mənə nələr işlətmişdiniz də, yəni çətini də göstərin. Amma mən imtahanda getdim, məsələn, 25 dəqiqəyə riyaziyyatı yazdım, nə bilim 20 dəqiqə riyaziyyatı yazdım. Amma Allah eləməsin, imtahan çətin olsaydı və mən ona rahat suallar öyrətmiş olsaydım, o gəlib ki, niyə mənə keçməmisiniz bunu? Yəni bu fərq var. Ona görə siz çətini də öyrənin ki, imtahan nə olur olsun, sertifikasiyanın ikinci imtahanı belə olacaq olsun. Yəni müəllim olsa bizə ən çətini də öyrətməyə çalışır ki, bir problemimiz olmuş olmasın. Əlavə sözünüz var. Bir daha Ayşə müəlliməyə təşəkkür edirik. Mən təşəkkür edirəm. Fəxr edirik ki, Azərbaycanımızda gənc işini sevən kadrlar var və gənc olmadan da, yəni sənin də gələcəyin 60 yaşında da bu həvəsi gözləyirik səndən. Necə ki, hazırda Azərbaycan məktəblərində yaşından asılı olmayaraq, inanın ki, 55, 60, 62 yaşlı müəllim var ki, yəni bu adamın həvəsi bəlkə gənclərdən də, bizdən də çoxdur və biz o müəllimlərlə fəxr edirik. Həqiqətən deyirik ki, sizin kimi müəllimlərə Azərbaycana ehtiyacı var və elə müəllimlərdən hər zaman nəsə öyrənməyə çalışırıq ki, necə bu şəkildə potensiallı qalıb. Yenə adam cavan olanda hamının həvəsi ola bilər. Amma məsələ odur ki, onu davamlı eləmək və son günə qədər, təqaüdə çıxacağı günə qədər o şagirdlərə öz övladı kimi baxıb, onlara dərsi düzgün şəkildə tədris eləməkdir. Fəxr edirik həm müəllimlərimizlə və sertifikasiya hazırlaşanlar arasında yüzlərlə bu şəkildə müəllim görürük. Hər zaman, yəni hər yerdə yaxşısı da olur, pisi də olur. Yəni bu ayrı seçkiliyi heç kəs düşünməsin ki, ay məsələn vaxtı ikən mənim müəllimim takdir Sovet dövründə kiməsə hansısa bir müəllim çətinlik yaradıbsa, o demək deyil ki, bütün müəllimlər o düşüncədədir. Xeyr. Yetəri qədər Azərbaycanda işini sevən və şagirdə dəyər verən müəllimlər var. Valideynlərdən də xahiş edirik ki, həm müəllimlərin qədrini bilin, onların xəttinə çox dəyməyin. Elə, inşallah növbəti podkastımızda görüşəcəyik. Bu podkastların niyyəti fesi seçin ki, uğur qazansız deyil.
harda olmağınızdan asılı olmayaraq, yəni sizə uğurlu olmağınızın səbəbi siz olmağınızdır. Başa düşürsünüz? Yəni məsələn Ayşə müəllimə üzərindən deyək, sən Ayşə müəllimə olduğuna görə uğuru qazandın. Yəni biz əlimizdən gələni eləmişik. Burada biraz təvazökar davranmaq istəyirəm ki, biz hər kəsə dərs keçirik. Yəni proqramda nə varsa keçmişik. Okay, sən imtahanda gedib bilməyəcəyin bir sual olmayacaq. Bunun da qarantisini veririk 100%-lə. Amma o dərsləri oxumaqdır, sənin üzərində məsuliyyətindir. Burada sənin də əziyyətin böyükdür və təşəkkür edirik ki, bizim əziyyətimizi yerə vurmamısan. Qarşılıqlı olaraq gedib orada yaxşı nəticə göstərmisən və iş həyatında sənə uğurlar arzu Çox sağ olun müəllim, təşəkkür edirəm. Belə əziz izləyicilərimiz, siz videonun rəy bölməsinə 4-cü kursusda və yaxud da MİQ imtahanına və yaxud da sertifikasiya imtahanına hazırlaşırsınızsa, özünüzdən neçə bal gözləyirsiniz? Bunu yazırsınız və inşallah həmin balı toplayandan sonra videonun rəy bölməsinə gəlib yenidən filan qədər balı yazmışdım və o balı topladım. İnşallah ki, o mesajı yazacaqsınız. Sağ olun, növbəti videolarda görüşərik. Hələlik. Sağ olun.